Əziz xanımlar, siz əgər evli bir insanla münasibətdəsinizsə, bil ki, siz onun üçün sadəcə təcili yardım rolunu oynayırsınız. Sizin onun üçün özəl bir özəlliyiniz yoxdur. Yəni, ayda çox da sizə desin ki, sənin üçün ölürəm, sənin üçün həyatımın mənasısan, heç vaxt inanmayın. Onun həmişə ilk seçəcəyi insan öz həyat yoldaşıdır. Heç vaxt sizi seçməyəcək. Siz hər zaman artıq bir əşya kimi düşünün. Sadəcə bəzi hissləri gəldiyi zaman öz həyat yoldaşına edə bilmədiyi hər şeyi sizlə edir. İstər yataq məsələsində, istər normal həyatda. Haçansa sizi yanında tutub bir yerdə övünə aparırmı harasa, hər yerdə qapalı saxlı qalırsan. Sən ömür boyda gizlin qalacaqsan zaten onun üçün. Heç vaxt o səni övə-övə başqalarına təqdim etməyəcək. Onun toylarda yanına gedən həmişə həyat yoldaşı olacaq. Sənsə həmişə kənardan izləyib, özünə çox pis əsəb keçirdəcəksən. Və özünə çox narahat olacaqsan. Hər dəfəsində bu münasibətdən qurtulmaq istəyəcəksən. Amma o qədər başqasının ailəsində sevgi qırıntısı axtarmağa məhkumsan ki, yenə də o qırıntıları yerdən toplamağa məhkum olacaqsan.